Hər vaxtınız xeyir. Yay tətili başladı və fürsətdən istifadə edib Instagram səhifəm üçün hər gün mövzular paylaşacağam. Hansı ki, bu mövzularda abituriyentlər çətinlik çəkir. Həmin mövzulardan biri də vurğu mövzusudur. Yəni heca vurğusu. Vurğu hecalı sözdə hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz olunmasıdır. Deyirəm ki, uşaqlar, dərsinizi oxuyun. Bax, burada vurğu hara düşəcək? Oxuyun sözündə. Sonuncu hecanın üzərinə. Ümumiyyətlə, Azərbaycan sözlərində, əsl Azərbaycan sözlərində vurğu əsasən sözün son hecasına düşür. Desəydim ki, uşaqlar, dərsinizi oxuyun, dərsinizi oxuyun. Bax, burada mən orfoepik normanı pozmuş oluram. Niyə vurğunu ilk hecanın üzərinə qoyuram? Bununla da fonetik normanı, yəni orfoepik qaydanı və fonetik normanı pozmuş oluram. Deyirəm ki, çiçək. Demirəm ki, çiçək. Desəydim çiçək, vurğunu qoyacaqdım ilk hecanın üzərinə. Çiçək. Bax, bu cür normal tələffüzdə vurğu düşür sonuncu hecanın üzərinə. Deyirəm otluq. Otluq. Bax, demirəm ki, otluq. Otluq desəydim, sözü bu cür tələffüz etsəydim, vurğunu qoyacaqdım ilk hecanın. Yəni, ot hecasının üzərinə. Deyirəm ki, Adəm, bura gəl. Adəm, bax, burada artıq xitab var. Vurğu düşəcək ilk hecanın üzərinə. A hecasının üzərinə. Ancaq desəm ki, Adəm yaxşı dərs oxuyur. Burada vurğu düşəcək sonuncu hecanın üzərinə. Deməli, vurğu nədir? Sözdə hecalardan birinin digərinə nisbətən daha qüvvətli tələffüzüdür. Bəs vurğunu tapmaq bu qədər sadə bir yolu varsa, vurğunu tapmağın niyə səhvlər edirik? İstisna hallar var, istisnalar var. Məsələn, deyirik ki, Azərbaycan dilində sözlərdə vurğu əsasən son hecaya düşür. Ancaq istisna sözlər var ki, onlarda vurğu ilk hecaya düşür. Onları əzbər bilməliyik. Deyirik ki, alınma sözlərdə vurğu əsasən ilk hecaya düşür. Ancaq istisna hallar var ki, həmin sözlərdə vurğu son hecaya düşür. Və yaxud da vurğu qəbul etməyən şəkilçilər var ki, bu şəkilçiləri də əzbər bilmək lazımdır ki, vurğunu tapan zaman çətinlik çəkməyək. Bir də vurğu qəbul edə bilməyən, etməyən şəkilçilər var. Soyad şəkilçiləri, ov, ova, yev, yeva, gir şəkilçisi. Desək ki, əmimgil, burada gilə vurğu düşə bilməz. Casına, cəsinə, cacə, lalə, an, ən şəkilçisi zərf düzəldən, daxilən sözündə ən şəkilçisinə vurğu düşə bilməz. Dostcasına sözündə casına şəkilçisinə vurğu düşə bilməz. Sonra imiş, idi, imiş, is hissəciklərinin şəkilçiləşmiş formaları vurğu qəbul etmir. Bu da geniş bir mövzudur, maraqlı bir mövzudur. İnşallah növbəti dərslərimizdə mən bunu izah eləyəcəm. Yəni, idi, imiş hissəcikləri ilə zaman şəkilçilərini şagirdlər qarışdırır. Bax, onu qarışdırmamağında müəyyən qaydaları var. Yəni, bu hissəciklər vurğu qəbul etmir. Mi, mumi ədatı vurğu qəbul etmir. Deyəndə ki, sən də mi? Bax, burada mi vurğu qəbul edə bilməz. İnkarlıq şəkilçisi vurğu qəbul etmir. İnkarlıq şəkilçisi, desəm ki, qovurma. Bax, burada ma şəkilçisi isim düzəldir. Bu, vurğu qəbul edəcək. Amma deyəndə ki, yeməyi qovurma, ya nəyisə qovurma. Burada ma artıq feil düzəldən şəkilçidir. O vurğu qəbul etməyəcək. Madan şəkilçisi vurğu qəbul etmir. Sonra larlər şəkilçisi əgər feilin kəmiyyət sonluğu olarsa vurğu qəbul etmir. Ancaq isimlərə artırılarsa vurğu qəbul edir. Uşaqlar deyərəmsə vurğu qəbul edəcək. Ancaq desəm ki, işləyirlər, bax, burada lər vurğu qəbul edə bilmir.
Sonra feilin zaman və şəxs sonluqlarına artırılan, feilin şəkil və zaman şəkilçilərindən sonra gələn şəxs sonluqları vurğu qəbul etmir. Yalnız əmr şəklindən sonra gələn şəxs sonluqları vurğu qəbul edəcək. Desəm ki, oxuyun sözündə un şəkilçisi vurğu qəbul edə bilər. Çünki oxu əmr şəklində olan sözdən sonra işlənib. Həmçinin dıqca, ınca, arkən, araq şəkilçilərinin ikinci hissəsi vurğu qəbul etmir. Və cacə şəkilçisi, əgər ca qoşma olarsa vurğu qəbul etmir. Yol boyunca. Burada ca qəbul edə bilməz vurğu. Modal söz olarsa vurğu qəbul etmir. Fikrimcə. Burada c vurğu qəbul edə bilməz. Ədat olarsa vurğu qəbul eləyəcək. Məsələn, desəm ki, xırdaca, körpəcə, burada c nədir? Ədatdır. Ona görə vurğu qəbul eləyəcək. Bəli, əsl Azərbaycan sözlərində vurğu əsasən sonuncu hecaya düşür. Ancaq bayaq qeyd etdiyim kimi istisnalar var. Bəzi sözlərimiz var ki, onlar əsl Azərbaycan sözlərdə ancaq vurğu ilk hecaya düşür. Bayaq, dünən, bildir, ancaq, yalnız, necə, sanki sözlərində həmçinin, bax bu sözlərdə vurğu ilk hecaya düşəcək. Həmçinin də uzanma və vurğunun üst-üstə düşməsi də istisna ola bilər. Adətən vurğu düşən hecaya uzanma düşmür ya da uzanma olan hecada vurğu olmur. Ancaq istisnalar var. Bəzi, bəzən, daim, daima, lakin, daxilən kimi sözlərdə vurğu ilə uzanma eyni hecanın üzərindədir. Daxilən sözündə tutaq ki, vurğu daxilən A saitinin üzərinə düşür və vurğu da da hecasının üzərindədir. Yaxud da bəzən sözündə vurğu bə hecasının üzərindədir. Həmçinin burada uzanma da bə hecasının üzərindədir. Deməli, vurğu və uzanma eyni hecanın üzərinə düşüb. Və bayaq qeyd etdik ki, əgər sözdə xitab varsa, vurğunun yeri dəyişir. Desəm ki, bayaq Adəm dedim, indi Əhməd deyək. Məsələn, desəm ki, Əhməd, dərsini oxu, Əhməd. Burada vurğu hara düşəcək? Normalda vurğu Əhməd sözündə ikinci hecanın üzərinə düşür. Əhməd dərsini oxuyur. Burada ikinci hecanın, Əhməd hecasının üzərinə düşür. Ancaq Əhməd dərsini oxu deyəndə vurğu düşür ilk hecanın, hecasının üzərinə düşür. Ancaq bu cümləni desəm ki, ay Əhməd dərsini oxu, bax burada Əhməd sözündə vurğunun yeri dəyişməyəcək. Yəni, xitab bildirən sözlər nida ilə birlikdə işləndikdə vurğunun yeri dəyişmir. Əhməd dərsini oxuda vurğu birinci hecadadır. Ay Əhməd dedikdə isə vurğu Əhməd sözündə sonuncu hecadadır. Niyə? Çünki burada ay nidasından istifadə etmişik. Şifahi şəkildə dedik. İndi nümunələrlə baxaq görək. Vurğu qəbul etməyən şəkilçilərimiz hansılardır? Baxın, Süleymanova sözündə ova şəkilçisi vurğu qəbul etmir. Əmimgil sözündə gir şəkilçisi, sürətlə sözündə lə, dostcasına da casına. Baxın, burada C şəkilçisi, daxiləndə ən şəkilçisi. Bunlar zərf düzəldən şəkilçilərdir və vurğu qəbul etmir. Vurğu hara düşüb? Həmin şəkilçilərdən əvvəlinci hecaya düşüb. Yalnız daxiləndə birinci hecadadır vurğu. Yazırdı sözündə ır şəkilçisindədir vurğu. Niyə? Çünki d vurğu qəbul etmir. Baxın, bu d da idi hissəciyinin qısa formasıdır. Bəs hardan bilək ki, bu d şəkilçisi idi hissəciyinin qısa formasıdırmı? Yoxsa bu şudu keçmiş zamanın d şəkilçisidirmi? Bunu da ayrı bir mövzu kimi izah edəcəm inşallah. Həmçinin də mış burada baxın, imiş hissəciyinin qısa forması olduğuna görə burada vurğu qəbul etməyib. Həmçinin yazırsa sözündə sa is hissəciyinin qısa formasıdır və vurğu qəbul etməyib. Baxın uşaqlar, bu xüsusi bir mövzudur. Mən bunu izah edəcəm inşallah. Görmədən sözündə madan mədən vurğu qəbul etmir.
Vurğu həmin şəkilçidən əvvəlki sözün üzərinə düşür. Gedirmi sözündə mami, mumi ədatı vurğu qəbul etmir. Həmçinin bilirmi sözündə, yazmasa sözündə baxın ma, inkarlıq şəkilçiləri vurğu qəbul etmir. Mame hansı halda vurğu qəbul edir? Əgər isim və sifət düzəldərsə, dondurma və hörmə sözündə olduğu kimi. Sonra dək, cən, tək, la ilə hissəciyinin ilə daha doğrusu qoşmasının qısa forması vurğu qəbul etmir. Keçək digər səhifəyə. Sonra arkən, dıqca şəkilçiləri. Təbii ki, bunlar 2 və 4 cür yazılan şəkilçilərdir. Bu şəkilçilərin ikinci hissəsi vurğu qəbul etmir. Vurğu hara düşür? Baxın, dıqçada birinci hissəyə düşür. Arkən həmçinin birinci hissəyə düşür vurğu. Bu şəkilçi həmçinin üncə şəkilçisində birinci hissədədir vurğu, araqda həmçinin. Sonra əsas nitq hissələrinə artırılan şəxs sonluqları. Müəlliməm sözündə şəxs sonluğu əm şəkilçisidir və vurğu qəbul etmir. Şagird sözündə həmçinin. Uşaqdır sözündə uşaq hansı nitq hissəsidir? İsimdir. Dır ona artırılan şəxs sonluğudur. Vurğu qəbul etməyəcək. Uşaqlar həmçinin feillərə artırılan şəxs sonluqları vurğu qəbul etmir. Baxın, əm, san, sonra burada dır şəkilçisi vurğu qəbul etmir. Vurğu həmin sözlərdən əvvəlinci hecanın üzərinə düşür. Və hansı, deməli, hansı halda şəxs sonluğu vurğu qəbul edir feillərdə? Əgər əmr şəklinə artırsaq. Yazım sözündə yaz nədir? Əmr şəklində olan sözdür. Burada baxın, yazsın, yazaq sözündə şəxs sonluqları vurğu qəbul edib, çünki əmr şəklinə artırılıb. Kitablar sözündə lar vurğu qəbul edib. Ona görə ki, isimlərə artırılan cəm şəkilçiləri vurğu qəbul edir. Siniflərdə həmçinin ancaq lar şəkilçiləri feillərdə şəxs kəmiyyət sonluğuna artırıldıqda vurğu qəbul etmir uşaqlar. Yəni, daha doğrusu şəxs kəmiyyət sonluğu funksiyasını yerinə yetirdikdə vurğu qəbul etmir. Deyirlər sözündə olduğu kimi, yazacaqlar sözündə həmçinin lar və lər vurğu qəbul etmir. Sonra baxdılar sözündə vurğu qəbul edib uşaqlar. Çünki d burada nədir? Şudu keçmiş zamanın şəkilçisidir. Feil kökünə artırıldıqda d şudu keçmiş zamanın şəkilçisi olur. Bu da yadınızda qalsın. Ona görə lar burada vurğu qəbul edib. Yazsınlar sözündə vurğu qəbul edib, çünki əmr şəklindən sonra gəlib. Gəlsələr sözündə şərt şəklindən sonra gəlib. Sə nədir? Şərt şəklinin əlamətidir. Ona görə də lər burada vurğu qəbul edəcək. Sonra uşaqlar ca burada nədir? Qoşmadır. Qoşma olduğuna görə vurğu qəbul etmir. Səncə sözündə modal sözdür cə burada. Fikrin mənbəyini bildirən modal söz. Vurğu qəbul etmir. Yadınızda qalsın. Xırdaca sözündə cə burada ədat olduğuna görə vurğu qəbul edir. 119-cu testdə neçə sözün vurğusu dəyişməli, leksik mənası dəyişsə də, ümumi qrammatik mənası dəyişmir deyə soruşur. Elektrik sözünün iki mənası var. Bir, elektrik xətti mənasında, bir də elektrik, yəni peşə mənasında. Şaxta sözü həmçinin, bir var şaxta, yəni kömür, yerin altındakı kömür mədəni, bir də var şaxta. Yəni söz vurğu axıra düşəndə şaxta, qışın soyuğu mənasında. Nərə çəkmək, bir də var nərə balığı. Mütləq, bir var mütləq hakimiyyət, necə hakimiyyət, bir də mütləq gəlməlisən, bir də zərf kimi. Analitik, bir var analitik, yəni analitik, bu hər hansı bir hadisəni şərh edən bir şəxs mənasında, bir də analitik veriliş, necə veriliş. Yəni burada isə olacaq sifət mənasında. Analitik olacaq isim, analitik necə olacaq sifət. Mütləq hakimiyyət sözündə mütləq sifətdir, mütləq gəlməlisən, burada zərfdir. Yəni, burada vurğu dəyişməklə mütləq gəlməlisən, bax, burada 1-ə düşür vurğu, mütləq hakimiyyətdə 2-yə düşür. Deməli, vurğusu dəyişməklə leksik mənası dəyişdi. Analitikdə
vurğusu dəyişməklə leksik mənası dəyişdi. Vurğusu dəyişməklə leksik mənası dəyişən burada neçə söz oldu? 2 söz. Doğru cavab E variantıdır. Digər variantlarda isə elektrik, yəni həm peşən bildirəndə, həm elektrik xətti mənasında işlənəndə hər ikisi isim olacaq. Birində kim sualına, birində nə sualına cavab verəcək. Şaxta həmçinin hər ikisində isimdir, yəni nə sualına cavab verir. Nərə sözü həmçinin nərə balığı ya da nərə çəkmə hər ikisində eyni leksik mənanı bildirir. Ona görə də doğru cavab olacaq E variantı. Yəni burada leksik vurğusu dəyişməklə leksik mənası dəyişən 2 söz var. Test toplusundan 131-ci testə baxırıq. Vurğusu düzgün göstərilən sözün fonetik təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Vurğusu düzgün göstərilən söz burada yalnız allergiya sözüdür. Digərlərində vurğu düşməlidir birinci hecaya uşaqlar. Ona görə də biz allergiya sözünə baxırıq. Görək burada verilən variantlar doğrudurmu? Tərkibində sonor samitlər işlənib. Sonor samitlər bəli işlənib. L və R samitləri işlənib. Ahəng qanuna tabe deyil, doğrudur, tabe deyil. Deyilişi və yazışı fərqlənir. Fərqlənmir uşaqlar. Deməli, burada biz götürməliyik C variantına. Yanlış fikir C'dir. Dodaqlanan sait yoxdur deyir. Aha, yoxdur, doğrudur. Qalın və incə saitlərin sayı bərabərdir. Bu fikir də doğrudur. Doğru cavab olaraq götürəcək hansını? C variantına. İkinci testə baxırıq. Vurğuya görə məntiq ardıcıllığı davam etdirin deyir. K1, briqada, atlas, fonetika. Deməli, K1-də vurğu düşür birinci hecaya, briqada sözündə ikinci hecaya. Atlas sözündə birinci hecaya, fonetika sözündə düşür ikinci hecaya. Deməli, uşaqlar, məntiqi ardıcıllıq belədir. 1, 2, 1, 2. Yəni, vurğusu birinci hecaya düşən söz, ikinci hecaya düşən söz. İndi bizə lazımdır vurğusu fonetika ikinci hecaya düşdüyünə görə fonetika sözündə vurğusu birinci hecaya düşən söz lazımdır. Bu da olacaq ellipsis sözü. Çünki vurğu 1-ə düşür. Esse sözündə isə vurğu 2-yə düşür. Deməli, doğru cavab olacaq 1, 3, E variantı. İkinci sözdə vurğu düşür sonuncu hecaya, yəni dir hecasına. Elliptik sözündə düşür vurğu sonuncu hecaya, bəşəri sözündə yenə düşür sonuncu, üçüncü hecaya. Doğru cavab E variantı. İkinci testə baxırıq. Vurğuya görə məntiq ardıcıllığı davam etdirin deyir. K1, briqada, atlas, fonetika. Deməli, K1-də vurğu düşür birinci hecaya, briqada sözündə ikinci hecaya. Atlas sözündə birinci hecaya, fonetika sözündə düşür ikinci hecaya. Deməli, uşaqlar, məntiqi ardıcıllıq belədir. 1, 2, 1, 2. Yəni, vurğusu birinci hecaya düşən söz, ikinci hecaya düşən söz. İndi bizə lazımdır vurğusu fonetika ikinci hecaya düşdüyünə görə fonetika sözündə vurğusu birinci hecaya düşən söz lazımdır. Bu da olacaq ellipsis sözü. Çünki vurğu 1-ə düşür. Esse sözündə isə vurğu 2-yə düşür. Deməli, doğru cavab olacaq 1, 3, E variantı. İkinci sözdə vurğu düşür sonuncu hecaya, yəni dir hecasına. Elliptik sözündə düşür vurğu sonuncu hecaya, bəşəri sözündə yenə düşür sonuncu, üçüncü hecaya. Doğru cavab E variantı. Uyğunluğu müəyyən edin. Vurğusu birinci hecadadır, vurğusu ikinci hecadadır, vurğusu üçüncü hecadadır. Biz bu rəqəmləri hərflərlə uyğunlaşdırmalıyıq. Vurğusu birinci hecada olanlar olacaq menecer və kafedra sözləri. Deməli, 1-ə olacaq E bəndi. Vurğusu ikinci hecada olanlar parametr, esse, 2-yə A bəndi və vurğusu üçüncü hecada olan rayihə və pnevmoniya sözləridir. Deməli, oldu nə? 1E, 2A və 3C B bəndi.
Deyir ki, uyğunluğu müəyyən edin. Vurğusu birinci hecada, vurğusu ikinci hecada, vurğusu üçüncü hecada olan sözləri tapmalıyıq. Vurğusu birinci hecada olan söz olacaq ellipsiz və ekspert sözləri. Yəni CD, bir CD. Vurğusu ikinci hecada olan söz olacaq sinekdoxa və hamı sözləri AE. Deməli 2AE və vurğusu üçüncü hecada olan olacaq elliptik sözü. 3 də olacaq B. Cavab B variantı. Uşaqlar 40-cı testdə vurğuya əsasən məntiqi ardıcıllığı soruşur. Filtrli və orbital sözləri verilib. Filtrli sözündə vurğu düşəcək sonuncu hecaya, orbitalda da həmçinin. Deməli, filtrli sözü 2 hecalıdır, orbital sözü 3 hecalı, 2 hecalı, 3 hecalı söz. İndi biz vurğusu 4-cü hecaya düşən sözü tapmalıyıq. Bu da ofsunlamaq sözüdür. Digər sözlərə baxaq. Ordenlidə vurğu düşəcək 1-ci hecaya, ornament sözündə vurğu düşəcək 2-ci hecaya, digər sözlərdə isə vurğu düşəcək sonuncu hecaya, ancaq vurğusu 3-cü hecada, 4-cü hecada olan söz bizə lazımdır. Bu da olacaq B variantı. 119-cu testdə neçə sözün vurğusu dəyişməli, leksik mənası dəyişsə də, ümumi qrammatik mənası dəyişmir deyə soruşur. Elektrik sözünün 2 mənası var. Bir elektrik xətti mənasında, bir də elektrik, yəni peşə mənasında. Şaxta sözü həmçinin, bir var şaxta, yəni kömür, yerin altındakı kömür mədəni, bir də var şaxta. Yəni söz vurğu axıra düşəndə şaxta, qışın soyuğu mənasında. Nərə çəkmək, bir də var nərə balığı. Mütləq, bir var mütləq hakimiyyət, necə hakimiyyət, bir də mütləq gəlməlisən, bir də zərf kimi. Analitik, bir var analitik, yəni analitik, bu hər hansı bir hadisəni şərh edən bir şəxs mənasında, bir də analitik veriliş, necə veriliş. Yəni burada isə olacaq sifət mənasında. Analitik olacaq isim, analitik necə olacaq sifət. Mütləq hakimiyyət sözündə mütləq sifətdir, mütləq gəlməlisən, burada zərfdir. Yəni burada vurğu dəyişməklə mütləq gəlməlisən. Bax, burada 1-ə düşür vurğu, mütləq hakimiyyətdə 2-yə düşür. Deməli, vurğusu dəyişməklə leksik mənası dəyişdi. Analitikdə vurğusu dəyişməklə leksik mənası dəyişdi. Vurğusu dəyişməklə leksik mənası dəyişən burada neçə söz oldu? 2 söz. Doğru cavab E variantıdır. Digər variantlarda isə elektrik, yəni həm peşə bildirəndə, həm elektrik xətti mənasında işlənəndə hər ikisi isim olacaq. Birində kim sualına, birində nə sualına cavab verəcək. Şaxta həmçinin hər ikisində isimdir, yəni nə sualına cavab verir. Nərə sözü həmçinin nərə balığı ya da nərə çəkmə, hər ikisində eyni leksik mənanı bildirir. Ona görə də doğru cavab olacaq E variantı. Yəni burada leksik vurğusu dəyişməli, leksik mənası dəyişən 2 söz var.